Salam Simnarə, hər vaxtınız xeyir olsun. Bəli, çox düzgün qeyd elədiniz. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 8-ci qurultayı öz işini davam elətdirir. Artıq qurultayın ikinci hissəsi bir neçə saniyədən sonra başlayacaq və birinci hissə əsasən çıxışlarla, rəsmi çıxışlarla yadda qaldı. Mən qeyd eləmək istəyirəm ki, burada qurultay iştirakçıları ilə yanaşı hökumət və qeyri-hökumət nümayəndələri, eləcə də xarici ölkələrin Həmkarlar İttifaqları nümayəndələri iştirak elədilər və bir daha xatırladım ki, rəsmi hissə əsasən rəsmi çıxışlarla, ilk hissə rəsmi çıxışlarla yadda qaldı. Məsələn, biz bura Baş nazirin müavini Şahin Mustafayevi, eləcə də Milli Məclisin sədr müavini Əli Əhmədovun, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevin çıxışlarını misal göstərə bilərik. Məsələn, mən özümdə bu çıxışlardan bir neçə qeyd götürmüşəm və bunu sizə təqdim eləmək istəyirəm. Belə ki, Şahin Mustafayevin sözlərinə görə yaxın gələcəkdə süni intellektin iş yerlərinə təsiri prioritet istiqamətlərdən olacaq. Eləcə də minimum əmək haqlarının və sosial müavinətlərin artırılması vətəndaşların, həmçinin Həmkarlar İttifaqları nümayəndələrinin rifahının yüksəldilməsinə xidmət edir. Şahin Mustafayev belə bildirdi. Mən onu da qeyd eləmək istəyirəm ki, tədbirdə birinci hissədə çıxış edən xarici ekspertlər, xarici qonaqlar, daha dəqiq desək, Azərbaycanda əməyin mühafizəsi sahəsində görülən işləri, Azərbaycanın gördüyü işləri təqdirə layiq hesab elədilər və mən artıq ikinci hissə haqqında məlumat vermək istəyirəm. Bir neçə saniyədən sonra artıq başlayacaq. Qonaqlar, iştirakçılar zalda öz yerlərini alırlar. Belə ki, ikinci hissədə Həmkarlar İttifaqlarının qurultaylar arası dövrü əhatə edən hesabatı təqdim ediləcək. Hesabatı isə Konfederasiyanın sədri Sahib Məmmədov səsləndirəcək daha doğrusu. Həmçinin hesabat səs çoxluğu ilə təsdiq ediləcək və müzakirəyə çıxarılacaq. Mən qeyd edeyim ki, bu 2018-2025-ci dövrü də əhatə edir, 2025-ci illəri də əhatə edir. Hələ ki, qurultaydan çatdıracaqlarımız bu qədər və tamaşaçılarımıza onu da bildirmək istəyirəm ki, növbəti saatlarda bu çıxışın tam mətnini də elə bizim efirimiz vasitəsilə görə bilərlər. Söz yenidən sizdədir. Çox sağ ol Sevda, minnətdarıq sənə. Qeyd edim ki, Həmkarlar İttifaqı Konfederasiyasının 8-ci qurultayı ilə bağlı bizə ən son məlumatları əməkdaşımız Sevda Xanalıyeva çatdırdı.